mənbələrindən Səfəvi dövlətinin süqutu qaçınılmaz bir prosesidir və mütəmadi olaraq dövlətin hər bir yanında baş qaldıran üsyanlar bunun nəticəsi idi və bu üsyanlardan ən böyüklərindən biri də Xorasanda baş vermiş Afqanların üsyanı idi ki, bu üsyan nəticəsində daha da böyükləri irəliyərək İsfahana qədər gəlib çıxdı və artıq 1721-ci il İsfahan mühazirə olunmuşdu. Şah Sultan Hüseyin uzun sürən mühazirədən sonra məcbur olur təslim olmağa, lakin hələ mühazirə zamanı onun oğlanlarından biri Taxmasib qaçmağa müvəffəq olur. 300 nəfər Qacar dəstəsi ilə birlikdə əvvəl Qəzvinə, oradan Ərdəbilə yerləşirlər və orada işğalçılara qarşı, bu üsyançılara qarşı müqavimət göstərməyə davam eləməyə planlaşdırırdılar. Lakin vəziyyət çox ağır idi. Bu tərəfdən bu vəziyyətdən istifadə edən qonşu dövlətlərdən ən böyüklərindən biri olan Rusiya imperiyası da öz işğalçı siyasətini başladı həmin elə bu vaxt ərəfələrdə və əlbəttə ki, bu vəziyyətdə deməli Osmanlı dövləti də Rusiyanın işğalının qarşısını almaq üçün o da sərhəddə keçərək deməli Səfəvi dövlətinin ərazilərini tutmağa başladı. Amma bütün bu proseslərdə qabaq mən sizə çox önəmli bir məqamları danışmaq istəyirəm ki, biz dedik axı, Səfəvi dövlətinin süqutu qaçınılmaz bir prosesidir və bunu da qonşu dövlətlər də yaxşı görürdülər. Necə ki, hələ 18-ci əsrin əvvəllərində Rusiya imperiyası bura böyük bir səfirlik göndərmişdi. Valovskinin başçılığı altında 1715-ci ildə bu 2 ilə yaxın Səfəvi dövlətində qalmışdı və nəhayət 1717-ci ildə çox önəmli bir ticarət müqaviləsi imzalanmışdı ki, orada siyasi maddələr də var idi. Amma əsas məqsəd o idi ki, çox önəmli gəlirlər gəlirdi, ticarət yolları keçirdi, İpək yolundan çox böyük gəlirlər əldə olunurdu və Rusiya imperiyası istəyirdi ki, bu gəlirlərdən öz dövləti çox qazansın. Bu müqaviləni imzalamağın əsas bu qədər uzun müddət Səfəvinin burada qalmaq məqsədlərindən biri də iqtisadi maraqlarını təmin eləməklə yanaşı, siyasi də burada maksimum kəşfiyyat məlumatları əldə eləməkdir. Ona görə belə üzgün müddətdə qalır və sonunda tərtib elədiyi bir raport var ki, birinci protokola təqdim elədi. Orada açıq aydın yazılır ki, Səfəvi dövlətinin süqutu qaçınılmazdır və biz bundan istifadə eləməliyik. Deməli, artıq o zamandan hazırlıq başlamışdı. Biz bunu başqa nədə görürük? Biz bunu Rusiya imperiyasının buna təşkil elədiyi ekspedisiyalarda görürük, geografi ekspedisiyalarıdır və məhz bu zamanlarda ilk dəfə olaraq Xəzər bölgəsinin və ətraf sahil boyunca xəritələr tərtib olunur ki, bütün bunlar yürüyüş hazırlığı olunan tədbirlərdir. Deməli, 3 dənə ekspedisiya tərtib olunur. Burada bunun nəticəsi olaraq Niderlandda ilk dəfə Xəzər dənizinin dərəcə dağlı xəritələri nəşr olunur və bununla yanaşı bir ideoloji bir dəstək də lazım idi bu yürüyüşü həyata keçirmək üçün və bunun üçündə Pyotrun bir manifest baxır Səfəvi dövlətinin əhalisinə qarşı və maraqlıdır ki, bunu 3 dildə tərtib edir. O 3 dilin dilində də Azərbaycan türkçəsi olur, farsça və Türkiyə türkçəsində də nəşr olunan bu manifest. Təxminən araşdırmacılar hesab edirlər ki, bir 6000 nüsxə ilə bu manifest yayılmışdır və bu manifestdə də birinci Pyotr bəyan edir ki, onun Rusiyanın yürüyüşün məqsədi Səfəvi dövlətinə qarşı deyil, Şamaxıda üsyançıların Rusiya tacirlərinə qarşı törətdikləri qarətinin qarşısına alınması məqsədi güdür. Deməli, bunu ideoloji dəstəyində verdi və nəhayət hücum başlayır. 1721-ci ildə Dərbəndi tuturlar, Gilanı tuturlar, amma Dərbəndi tutandan sonra Pyotr qayıtmağa məcbur olur, amma əsas məqsədini çatmır. Əsas məqsəd hansı şəhər idi, hansı bölgə idi? Əlbəttə ki, Bakı idi. Niyə Bakı çox önəmli idi? Çünki Dərbənd və başqa Gilan şəhərləri Bakı qədər donanmanın gediş-gəlişi üçün əlverişli bir pozisiyada deyildi. Ona görə Bakının alınması olduqca vacib idi və
göndərirlər və Osmanlı ordusu da Azərbaycan vilayətinin ərazisini keçərək Cənubi Azərbaycanın daha sonra Şimali Azərbaycan ərazilərini tutmağa başlayır. Və belə olan bir tədbirdə buradan Rusiya ordusu, buradan Osmanlı ordusu, orada Əfqanlar Rusiyanı təsəvvür edin, bütün şimal hissəsində nə olar ki tutublar. Belə olan bir bölümdə əlbəttə ki, Taxmasib özünü şahla elan edir, amma bir ordusu yoxdur. Qacarlar ona dəstək olmaya çalışırlar, amma o bacarıq yoxdur, o istedad yoxdur. Və belə olan bir vəziyyətdə bir müqavimətdə söz gedə bilməzdir. Amma Rusiya ilə də Osmanlı arasında müharibə qaçınılmazdır. Çünki onlar bir tərəfdən gəlirlər, bu tərəfdən də Osmanlılar yaxınlaşırlar. Və belə bir vəziyyətdə İngilislərlə Fransızların deməli İstanbulda bir böyük bir deməli mücadilələri baş verir ki, bu 1724-cü ildə baş verəcək bu İstanbul müqaviləsi imzalanmasıdır. Bir tərəf İngiltərə istəmirdi ki, imzalansın, Fransa tərəfi isə istəyirdi imzalansın, çünki marağında deyildi hələ onların arasında müharibənin baş verməsi. Nəhayət 1724-cü ildə bu İstanbul müqaviləsi bağlanır və bu iki dövlət onlara aid olmayan əraziləri bölüşdürürlər öz aralarında. Daha ətraflı durmayacağım, hansı ərazilər kimə keçdi, siz onu yaxşı oxuya bilərsiniz. Amma bundan da əvvəl götürdək 1721-ci ildəki o yürüyüşünü legitimləşdirməyə can atırdı. Legitim hakimiyyət kim idi? İkinci Şah Taxmasib idi. Onun üçün onun adından göndərilən səfirlikdə, o İsmail bəyin səfirliyi, mən sizə keçən dəfə də ətraflı danışdım, İsmail bəyin səfirliyinə bir hiylə deməli istifadə edərək İsmail bəyi qaçırdılar Giləndən, Taxmasibin ona göndərdiyi deməli təlimatları eşitmir və bu hiylə nəticəsində sentyabrın 1723-cü ilin sentyabrda Peterburqda çox önəmli bir müqavilə imzalayır. Hansı ki, qəbul edir ki, bu şimal hissəsi, Qazar bölgələri şimal hissəsi Rusiyaya keçməsini və Səbəbi dövləti qəbul edir. Lakin bu müqavilənin legitimləşdirmək lazım. Hər hansı bir müqavilə imzalanında onu eləmək lazımdır, ratifikasiya eləmək lazımdır. Ratifikasiyanı kim edir? Dövlət başçısı. Dövlət başçısının da ratifikasiya eləməsi üçün xüsusi bir nümayəndəlik göndərir, səfirlik göndərir Mişerski, Knyaz Mişerskinin başçılığı altında çox bahalı hədiyyələr də göndərir ikinci Taxmasibə. Lakin ikinci Taxmasib bütün bu çətin vəziyyətə baxmayaraq, təsəvvür edirsiniz, ölkəni iki tərəfdə işğal edirlər. Burada Əfqanların üsyanı, əlində bir ordu yox, bir heç nə yox, amma ciddi şəkildə etina edir ki, öz torpaqlarından əl çəkmərəm və öz ərazilərini, halbuki Rusiya ona hətta hərbi kömək də təklif edirdi bu müqabilində. Amma ikinci Taxmasib, bu da bizim Taxmasibi çox şeyləri maraqlandırmaq olur, amma məhz bu Peterburq müqaviləsini və daha sonra İstanbul müqaviləsini heç bir şəkildə qəbul eləməməyi onun ən deməli müsbət tərəflərindən biridir. Bir dənə missiya ilə, bu Mişerski missiyasından qalmır. Daha sonra Rusiyanın Səfəvi dövlətinin olan Simeon Avramovun konsulluğu vasitəsilə, daha sonra başqananda Daldaruki, daha sonra Livaşovun vasitəsilə mütəmadi olaraq danışıqlar aparılırdı ki, bu müqavilə deməli ratifikasiya olunsun. Lakin hər dəfə də mənfi cavab alırdı. Amma eyni zamanda da nə baş verirdi Səfəvi dövlətində? Çox mənfi proseslər baş verirdi. Heç kimin gözləmədiyi bir anda böyük xalq müqaviməti daxil. Və bu xalq müqavimətinin bu işğalçılara qarşı, Əfqan üsyançılara qarşı başında dururdu Böyük Azərbaycan sərkərdələrindən biri Nadir Qulu Afşar tayfasından olan. Qısa 1726-cı ildə o deməli ikinci Taxmasibin yanına qulluğuna qəbul olunur, Taxmasib xan deməli onu qəbul edir və bununla da demək olar ki, Taxmasibin qulluqları başlayır və bütün itirilmiş ərazilərini deməli 1729-cu ildə demək olar ki, bütün Əfqanların tutduğu bütün əraziləri işğaldan azad edir. Daha sonra isə 1732 və 1735-ci il müqavilələri ilə, Reş və Gəncə müqavilələri ilə Rusları bir güllə atmadan bizim ərazilərimizdən çıxardır. Daha sonra isə deməli eyni zamanda Osmanlılarla da müharibə aparır və Osmanlıları da nəinki bizim ərazilərimizdən Səfəvi dövlətinin ərazisindən çıxardır, hətta müharibəni keçirdir Səfəvi dövlətinin ərazilərində və Bağdatı belə
16-cı ildə, daha sonra başqa da proseslərdə siz yaxşı bilirsiniz. Başqa bir sorunuz varsa benim. Nəsə danışın, özünüzə maraq oyanlar nəsidir? Mən sizə çox şey danışamam. O biliyorum mən. Bəli, tutalım ki, bu biz siz bildiğinizde bu Peterburg müqaviləsi 23-cü ildən sonra İstanbul müqaviləsi Rusiya istədiği ki, çox sərtlik göndərilirdi ki, bu müqavilə təsdiq eləmək, ratifikasiya eləmək üçün. Eyni zamanda da Rusiya deyirdi ki, sən eləməsən, ikinci təxminat müəssisələrinə Əfqanlarla danışığa gedəcəm. Əfqanların da başında o zaman özünü şah elan eləmiş, Əşraf oldu və Əşrafla da 1729-cu ildə müqavilə də imzalayır Rusiya və o müqavilələrə əsasən bu ərazilərin ona keçməsini də təsdiq olunur. İxtiyarı yoxdur, qanunsuz bir hakimiyyət idi. Amma yəni Rusiya buna qədər gedir ki, nə qədər vacib idi ki, bir müqavilənin hüquqi tərəfdən təsdiq olunması. Bütün bunlar bizə nə nəticəyə gəlməyə imkan verir ki, diplomatiya ancaq müqavilə imzalamaq demək deyil. Diplomatiya eyni zamanda legitim hakimiyyət deməkdir, real güc deməkdir və xalqın müqavimət göstərmək bacarığı